Allah razı olsun. Mənim əzizlərim, Azərbaycanın ilk qadın xalq şairi. Azərbaycan anası. Azərbaycan qızı Mübarək Dilbazi yazır ki, mən üç nəslin nənəsiyəm. Bugün sabah gedəsiyəm. Amma getmək istəməzdim. Ürəyimdə bir dərd, yara, yarə, milletimin son zəfər gününə qədər ömrümə ömrü cava, son zəfər şeirini yazım, intizarsız çıxmıyorlar. Və Qarabağ işğal altındaydı, Mübarək Dilbazinin sahibində. Ulu öndərin uzaq görən siyasətini ulu və həyata keçirən İlham Əliyevin rəhbərliyi ilə, Cənab Hazretimiz İlham Əliyevin rəhbərliyi ilə, şanlı ordumuzun qüdrəti ilə, xalqımızın birliyi ilə, şəhidlərimizin qanı ilə, canı ilə torpaqlarımız azad olundu və bugün o intizar ruhlar şartdır. Və Mübarək Dilbazi bir də yazırdı ki, Tanrıdan bir oğul istədim. Tanrı mənə min qeyrətli oğul verdi. Bugün Mübarək Dilbazi poeziyasının inkişafı yolunda zəhmət çəkən oğullar var, qızlar var və həmin oğullardan biri bugün bizim təşkilata həmişə dəstək olan, həmişə təşkilatın tədbirlərində olan Fəxrəddin Mahmudoğlu. Fəxrəddin müəllim, siz də xoş gəlmişsiniz. İki kəlmə bəlkə də siz deyəsiniz, xoş olardı. Hər zaman təşkilatı dəstək olursunuz, çox sağ olun, var olun. Kimi sözündən, kimi hərəkətindən sizə təşkilatı dəstəyiniz çox təşəkkür edirəm. Çox sağ olun. Bu günləri həqiqətən çox xoşuma gəldi, çox yaxşı şiir gəldi ki, cəmatın şiirliyi, Şirvan cəmatının gözəlliyi. Mən rayın icraçmının baxçısını, onun aparatını, Şivan əhlinə, hamınıza çox sağ olun, çox minnətlər arasını deyirəm. Allah sana sizə həmişə xoşbaxt olsun. Yaxşı günlər bizəsiniz. Bu ağsaqqallar, buna mümkün öz qabiliyyətlərini görürəm. Sizi ötürəm, doğrumu basıyam. Allah sizə uzun ömür versin. Canan haqqında məlumatlar, Canan xanım zəhmətkeş bir insan oldu. Ən əsası o ki, əqidə prinsip oldu. Əqidə insan oldu, İslam insan oldu. 40 ildə öz Müslümanlığı böyükdən maddi yarısı. Sağ olun, çox sağ olun. Teşekkür ederim Fəxrəddin müəllim, çox sağ olun. Çox gözəl dediniz, Allah xoşbəxt eləsin. Bizim rəhmətli işləri gəlmiş olsun rəhmətli. Haradasa bir ağlı yaşlarımız. Həyat yoldaşı Gülərin xanımıyla Lərman Əsərzadənin görüşünə gittim. Belə baxdı, boşa gördüm. Dedi, nə güzəlsiniz, boşa Allah sizi xoşbəxt eləsin. Nə bilsəm, İsmail müəllimimiz. Bunlar bir cavandılar, nərdilər, toyları olur, neyse xoşbəxt olsun. Dedi, qızım, xoşbəxtlik hər yaşanar. İndi gözəl dediniz, sizi xoşbəxt olun. Qoşa gəldi və bir ömür xoşbəxt qoşardılar. Mənim əzizlərim, Mübarək Dilbazi elə yazıb yaradı ki, onu yarazı bugün oxuyanda fikirləşirsən ki, doğrudan da şairlərin müqatı ki, gələcəyi görə bilirlər. Zamanında yazdığı şeyləri, onda dünyası dəyişəndən sonra oxuyanda görürsən ki, gözləri yoxdur. Ancaq elə bir bu zamanın ləbzidir yazılar və onun bir şeiri var. Yazır ki, ürəyin isti-isti, əqlin soyuq buz kimi. Əyilməz dağlar kimi, yuqarı təmkinlisən, bulud altında qalan işıqlı ulduz kimi, günhan yanıb sönümsən, uzun əsrlərlə sən Azərbaycan qadını. Yaxşı günün dostusan, yaman günün sirdaşı, göstərmirsən dostluqda möhkəm sədaqətini, anası nərd olan kəz, heç əyilməsin başını, dünya analarının ey bu çağmətini, Azərbaycan qadını. Kiçik bir çay deyilsən, coşasan sel gələndə, dərya qədər səbrinin görünməz sahilləri, bükülmədi dizlərin üstünə qəm gələndə, yularla saldın yola keşmək-keşik illəri, Azərbaycan qadını. Alnı açıq, sözün düz. Hər işdə mötəbərsən, əyilməzsən heç zaman dünyanın sərvətinə, sən özün də bilərsən, igidərlər içində. Eşq olsun, tarix boyu, sənin ülviyyətinə, Azərbaycan qadını, Azərbaycan qadını. Mübarək Dilbazi sanki bu şeiri bizim bax bu gözəl xanım üçün yazır. Azərbaycan qızı, Azərbaycan qadını hər zaman ölkəmizi layiqlə, ləyaqətlə təmsil edir. Dövlətimizə sədaqət göstərir. İnsanlarla gözəl münasibətdə olur. İnanın Allaha bəzən düşünürəm ki, mən insanlara nə qiymət verirəm? Mənə göstərdiyi münasibətə görə yox, kimlərləsə göstərdiyi münasibətə görə qiymət verirəm. Kimsə burada kiminləsə burada haqsız davransa, o insan mənim üçün artıq haqsız adamdır. Mənlə haqlı davransa da. Ancaq Tərlan xanıma mən dediyim
gözəl münasibətdə olur. Bərdədə də olmuşuq, rayonlarda da olmuşuq, ömrü boyu yol gedirik və mən Tərlan xanımı yenidən kəşf etmişəm. Tərlan xanım, nə qədər könlümə yazsan, nə qədər sən mənim yanımda varsan, xanımlar xanımı, ay ömrüm günüm, qəlbimin yoluna qızıl açarsan. Düzdür. Hər gələndə şeir yazıram, qafiyə tuturam, nəsə yozuram, öyrənmək istərəm hər axşam sabah, bax belə xanımlardan dərs almağa hər an hazıram. Nə yaxşı belə örnek xanımlarımız var. Sizin 70 illik yubiley təntənəniz mübarək olsun. Xoşbəxt o insandır ki, onun ad günü, yubileyi ailəsində yox, elində, obasında, vətəninin qarış-qarış hər bölgəsində qeyd olunur. Xoşbəxt o insandır ki, onun ziyarətə vaxtını görüşə gəlir. Tərlan xanım, bu da sizi çox adam tanımasa da, 500 adam bizə bəsdir ki, Alma xanım necə gözəl danışdı, Ağsaqqallar necə gözəl danışdı və gələcək nəsillərə tanıtmaq lazımdır. Sizin vallahi billahi ehtiyacınız yoxdur buna, ancaq bizim, bugünkü nəslin, gələcək nəslin sizə ehtiyacı var. İlk kitabınız mübarək olsun, 70 illik yubiley təntənəniz mübarək olsun, sonunda sözü sizə verirlər. Buyursun bizim Tərlan xanım. Əziz Şirvanlılar, hörmətli tədbir iştirakçılar. İlk öncə təşəkkür edirəm, qızıl vaxtınızı sərf edib bugün bizim görüşümüzə gəldiyiniz üçün. Və eyni zamanda bu tədbiri sizin rayonda və Respublikamızın müxtəlif köşələrində keçirilməsində minnətdaram dövlətimizə, prezident administrasiyasına, eyni zamanda sizin rayonda təşkil olunmasında idarəlik mərkəzinə, icra hakimiyyətinə və bu işin təşkil edən yoldaşlara ki, bugün bu tədbirin keçirilməsində bizə yaxından kömək edirlər. Bayaq çıxışımızda, kimsə çıxışımızda dedi ki, Tərlan xanım Ağsaqqalımız dedi, rəsmən Tərlan xanımı əmək qəhrəmanı kimi tanıydım, onun qələm sahibi olduğunu bilmirdim. Oradan heç bu mən 70 yaşında kitab yazmamışamsa, bu mənim heç könlümdən də keçməyib. Deyim ki, ürəyimdən də gəlmir ki, mən yazar olaram, yaxud da ki, kitab yazaram. Amma yaxşı mütaliəçi deyil. Yəni, mən sevirəm yaxşı mütaliə eləməyi, yaxşı qələm sahiblərini, şairlərimizi, yazıçılarımızı, nəsr əsərlərimizi, şeirlərimizi. Uşaqlıqdan mənlə ədəbiyyatda böyük maraq olduğu üçün bəlkə də seçdiyim peşə də birinci növbədə ondan irəli gəlir ki, hörmətli, rəhmətli şairimiz Nəbi Xəzilin Günəşin Batısı poemasını mən orta məktəbdə, məktəblər arasında deməli, tədbirlər keçirilərdi. Mən də böyük məmnuniyyətlə həmin poemanın bir parçasının 7-ci səda Sevil Qaziyevanın ölüm səhnəsidir bu. Mən onu səhnədə çıxış edəndə, özümdən asılı olmayaraq, uşaq yaşlarım 7-ci sınıf, mən ağlayarlıya o poemanı demişəm. İndi o dərslikdən çıxarılıbdır o poema, ona görə ki, bir gənclərimiz bilir o poemanı. Amma o vaxt orada məktəb ədəbiyyat dərsliyə salınmışdır. Və bu peşiyə seçdiyim bu sadə peşiyə deməndə maraq elə o dövrdən yarandı. Çünki Respublikamızda ilk mexanizator qanun olmuşdu, Sevil Qaziyevan rəhmətli və o faciəli sürətdə 3 il işlədəcəyini, faciəli sürətdə iş başında onun bölükləri, maşının barabanı var, ona dolandı, faciəli sürətdə o qərar olmuşdu. Əslən Zaqatalalı olmuşdu, amma o bir muğaz zonasında gəlib pamuk yılmayla məşğul olduğu üçün. Bu peşiyə ondan sonra qızlarımız çox az gedirlər. Həm biraz qorxublar, valideyləri qoymuyor, həm özləri çəkinirlər, bu ağır qadın peşəsi də öldü, kişi peşəsi idi. Bu peşədə çox qadınlarını çox dözüm gətirməyiblər. Ağır peşə olduğu üçün bu peşədən tez ayrılıblar, tez usanıblar, qorxublar. Bir bəhanələrlə 1 il, 2-3 il işləyib, ağırlaşıblar. Mən bu peşəni seçəndə, yəni belə maraq yarandı, ədəbiyyatdan mən maraq yarandı bu peşəni seçmək. İkincidə, mən bir kasıb ailədə böyümüşəm. Ailəmə yardım etmək üçün, ailəmə kömək etmək üçün
İstəmişəm ki, orta məktəbi yaxşı qiymətlərlə qurtarmışam. Buna baxmayaraq mən ali məktəbə yox, yeni peşə məktəbinə bu peşəni oxumaq üçün getmişəm ilk növbədə və işləyə-işləyə ailəmə də kömək edim. Və belə də oldu, heç mən onda, yəni, ağlıma gətirməzdim, bilmirdim, qəhrəmanlıq nədir, şan şöhrət nədir. Mən ölkəmdə tanınmış bir qadın olacağam, sevilən bir əmək qəhrəmanı olacağam. Dövlətin yüksək mükafatlarına layiq görüləcək, ən yüksək tribunalardan çıxış edəcəm, ən yüksək deyim ki, o rəiyyət heyətlərində oturacaq. Heç mənim bilmirdim, davranışım da yoxdur, çünki belə şeylər mənim xəyalıma da gəlmirdi. Yəni, kimsə bir şöhrət üçün, kimə bənzəmək üçünsə gedirsə ki, mən bu yol tuturam, mən də gedim belə olum. Amma mən, yəni, bunların heç anlayışım da, 17 yaşında qızın nə anlayışı olardı? Birinci maraq, ikinci də ehtiyac məni o peşəyə bağladı. Və işləyən müddətlərdə, mən 21 yaşında, yəni ki, 18 yaşında mən fəaliyyətinə başladım. 21 yaşında mən ilk dəfə iş başında Ulu Öndərimiz Heydər Əliyev Azərbaycana hakimiyyətə ki, gəlmişdi. 21 yaşında mən ilk dəfə Ulu Öndərimizlə iş başında Tablada, yəni ki, mənim işlədiyim sahədə mənim görüşmə gəlibdi. Yəni, bir mənim yox, mənim kimi, mənim həmkarlarım 4-5 mexanizator qrupla işləyirdik ki, ilk dəfə onda mən Mərkəzi Komitənin katibi Ulu Öndərimiz Heydər Əliyevlə iş başında görüşmüşəm. Qismət olub onda görüşmək. Mənim sənətim, mənim bu peşəyə marağım Ulu Öndərimizə çox maraqlı olduğu üçün, çox maraqlı gəldiyi üçün və mənim bu görüşdən, o mənim daim xəyalımda qalan bir görüş olacaq. Çünki onu mən burada həyatımda demək olar ki, mənim həyatımın ilk deyil ki, xoşbəxtli rəmzi deyildi, uğurlu rəmzi deyildi ki, Ulu Öndərimiz öz şəxsi ömrünü elə o gündən sanki vurdu mənim həyatıma, şəxsi həyatıma. Və orada bəlkə deməli, iş yoldaşlarım kişilər idi, mən qadın idim, o mənim işimi gördü, bəyəndi, bəlkə də mənim cəsarətim ona xoş getdi, bilmirəm. Ulu Öndərimizi yaxından tanıyan insanlar bilir ki, onun özünün dünya baxışı var idi, onun özünün seçimi var idi, onun, bilirsiniz, insanları tanımaq belə xüsusiyyəti var idi. Onlardansa mən cılız, ağır bir qız, gördüğünüz ekrandan da, yəni bu boyda döyüldüm. Cılız, ağır bir qız idim. O müəllimə dedi, kitab bana müdür, yəni işləməkdən də qapqaralmış bir qız idim. O nə mənim xəlqi xalıma aşıq olmadı, nə gün cəmalıma aşıq olmadı. O mənim cəsarətimə və işimə aşıq oldu birinci növbədə. Və mənim orada cəsarətimi görərək, işimi görərək, o əlini mənim belə çiynimə ilk görüşündə qoyanda dedi ki, mən Tərlana inanıram. İnanıram ki, Tərlan bizim gənclərimizin nümunəvi bir insandır, gənc olacaqdır. Elə bir o əlini mənim ilk görüşdən çiynimə qoyandan da mənim üzərimə böyük bir ağır məsuliyyət qoydu. Elə bir ki, məni daha da o işimə bağladı. Mən nə o işdən aralaşa bilmədim, nə yorulmadım işimdən. Əksinə o işə marağım daha da artdı. Əksinə o peşəmə həvəsim daha da çoxaldı. Həm o məsuliyyət, həm mənə göstərilən ilbəil olan diqqət, dövlət başçımızın, Ulu Öndərimizi, mənə göstərdiyi o diqqət, o qayğı, bir dövlət başçısı kimi, bir dövlət rəhbəri kimi mənə göstərdiyi qayğı, diqqət mənim işimə daha da çox bağladı. Və mən bu sənətdə düz 20 il işlədim. Dövlətimizin yüksək mükafatlarına layiq görüldü. Bilirsiniz ki, o vaxtı deputat seçilmək dövlətin namizədliyi ilə əvvəl olurdu. Yəni, hər kəs özü gəlir öz namizədliyi vermir indiki kimi. Ulu Öndərimizin, bəli, məsləhəti ilə mən 2 seçdiyi 10 il Ali Sovetin ən gənc deputatı kimi Moskvada ölkəmizi təmsil elədi. Ən gənc deputatı, 23 yaşında. İndi Güllü xanım dedi, o vaxtlar mənimlə, yəni 60 deputat təmsil olurduq Moskvada. Hamısı yaşlı nəsilləri idi,
əmək insanları, bir 15 nəfəri kənd təsərrüfatı, sadə sahələrdə işləyən insanlar idilər. Amma buna baxmayaraq, onlar da yaşlı nəsillər idilər. Onların yanında mən onların övladları yerindəyim. Mən sizə deyim ki, nə boynuma alıram ki, mənim parlamentdən heç anlayışım da yox idi. Açıq deyirlər. Çünki mən elə vəzifələrdə işləməmişdim, sadə bir kənd qızıydım, sadə bir ailədən çıxmışdım, ailəmdə ziyalı yox idi, yaxud da ki, bir əli çəkilən, vəzifədə işləyənim yox idi. Yəni, mənim heç bir anlayışım yox idi ki, mən parlamentin deputatı olmalıyam və nə iş, mənim üzərimə hansı vəzifələr düşür. Yəni, bu da olan dərimizin özünün tapşırığı ilə oldu ki, özü vermişdi mənim namizədliyimi ki, bu parlamentdə təmsil olunmalıdır gənclər tərəfindən. Və işlədiyim müddətdə mənim bugün də yaşlı nəsil bilir, gördüklərimi, etdiklərimi, mənim heç bir dövlətdən etdiyim xahiş boşuna qalmamışdır. Ulu öndərimiz elə tapşırıq vermişdi ki, harada məktəb, harada xəstəxana, harada uşaq bağçası, harada deyim ki, bir sosial obyekt, harada deyim 9 rayonu mən təmsil edirdim. Hər o 9 rayonun hər yerində, hər kəndində, hər şəhərinin özündə mənim bugün də qurduqları, xahişimlə tikilənlər, qurulanlar, yaradılanlar bugün də nişanə kimi qalmış. O dövr başqaydı, bugünkü deputatlarımızın fəaliyyəti başqaydı. Mən ilk Milli Məclisində, Müstəqil Respublikamızın ilk Milli Məclisində deputatı oldum. Oradan ancaq bəli, seçicilərin demək olar ki, ümumi bir xahişi yox. Amma biz qanunvericiliklə əsasən məşğul olmaq konstitusiyamıza uyğun olaraq belə idi. Buna baxmayaraq üzərimə böyük məsuliyyətlər düşdü. İlk Müstəqil Respublikamızın bütün qanunlarının qəbul edilməsində, hazırlanmasında mənim zəhmətim, əməyim böyük oldu. Aqrar sahədə 30 qanun hazırlandı. Onlarda mənim bütün təkliflərim keçdi. Milli Məclis tərəfindən gözəl qarşılandı. Harada oluram olsun, baxmayaraq sahəm başqaydı. Hər bir sahə üzrə müraciət edən seçicilərimin mən arzu istəklərini çalışırdım yerlərdə həll edeyim. Mən elə bilirəm ki, keçdiyim bu keşməkeşli həyat yolunda pis yaşamamışam. Güllü xanım dedi, mən heç həyatımda özümə yaş keçirməmişəm evimizdə. Əvvəllər uşaqlıqda yəni kasıb ailə olurdu, doğruda heç mənim ad günüm qeyd olunmuyurdu deyib. Sonra da iş başımı qatır, sonra da ailə başımı qatır. Mən özüm yaddan çıxmışam, bir də baxmışam 70'e gəlib çatmışam. 70'e gəlib çatınca yəni mən heç ad günü bilməmişəm nə olan şeydir. Amma bugün doğrudan da mən özümü belə bir köylək çox sevirəm. Yəni bu xoşbəxtlik də böyük, bu köylək bir hisslər məni belə basır. Hansına yola gedirəm, hara gedirəm, yəni ki, indi dövlətimiz mənə böyük dəyər verir, qiymət verir. 2025 il mənim ilim hesab edib, 2025 ilin adımları təqvim kitabına salınmışam. Yəni bir İctimai xadim kimi. Bilirsiniz bu nə deməkdir? Bu mənim elə bir ki, bu yaşımda, 70 yaşımda yəni ki, mənə ən dövlətimizin, dövlət başçımızın, hörmətli prezidentimizin mənə verdiyi ən böyük dəyər. Mən bunu belə qəbul edirəm. Hər bir bilirsiniz ki, mükafatlara layiq görülmüşəm. Hər bir deyim ki, hörmətə layiq görülmüşəm. Gənclər tanımır, amma bax, burada oturan iki ağsaqqalımız, mən dedim, o gənclər, o yaş dövrünü bilir. Yəni ki, mətbuatdan bilənlər bilir. Elə yaş dövrü var ki, orta yaşlı nəsillər, onlar orta məktəblər tanıyırlar ki, onların inşalarının baş qəhrəmanı mən olmuşam, mənə bənzəmək istəyirlər. Hətta şəhərdə yaşayan gənclər, mən Tərman Musayeva kimi pambıq yağacam, gəlib rayonlarda, pambıqçılıq rayonlarında bəli, bir il, 2 il işləyib, yenə əvizlərini öldürüb. Yəni gelirlər, hamısı baxmayaraq ki, o sahəni bilmirlər, amma o həvəs məni elə bir ki, mənə bənzəmək istəyirlər. Yəni o dövründən indiyə, mən özüm olsa xoşbəxt insan həmişə hesab etmişəm, ancaq bayaq dediyim kimi, şan şöhrət qazandığım bu şan şöhrət, insanların mənə münasibəti, insanların mənə qayğısı, hörmətli, dövlətimizin mənə diqqətli, dövlət başçımızın öndəri mənə diqqətli, mənə heç vaxtı nə baxmayın, gicəlləndirir. Nə məni heç vaxtı xalqıma qarşı yuxarıdan aşağı baxmağa vadar etdi. Necə varamsa, bəlkə də məni 17-18 yaşdan tanıyan insanlar bugün də 70 yaşında mənə elə fərqləndir.
Xoşbəxt bir insanam ki, mən o şan şöhrəti pillə-pillə, addım-addım, dırnaqlarımla, dilil ucu, inaqlarımla qaşıya-qaşıya o pilləyə ki, mən çıxmışdım. O əziyyətdən, uzunluğunla mən o pilləkənləri ki, mən çıxmışam, o zirvəyə ki, mən qalmışam. O zirvəni mən bugün saxlamışamsa, o zirvədə mən qazanmışam, birinci hörmət qazanmışam. Xalqın tərəfindən istək qazanmışam, sevgi, məhəbbət qazanmışam. İnsanların mənə münasibətini qazanmışam, yaxşı mənada münasibətini qazanmışam. O münasibəti 70 ildə mən 50 illik əmək fəaliyyətimdə, 50 ildən artıq olan əmək fəaliyyətimdə mən əgər o hörməti bugün də saxlamışamsa, məndən xoşbəxt insan yoxdur. Var da, dövlət də, baxmışam, ad da, san da, hamısı mənim üçün ikinci etapda duran şeylər. Mən o hörməti Azərbaycan qadını kimi bugün də qorumuşamsa, qoruyub saxlamışamsa, bugünkü gənclərimizin, bugünkü deyim ki, insanların, yaşıdlarının qarşısında alnı açıramsa, bu mənim üçün ən dəyərli, ən qiymətli bir mükafat. Bu hər adama nəsib olmur. Bu əlbəttə, bayaq dediyim kimi, Allah Taala'nın da özünün bir seçimi olur. Seçdiyi bəndələri olur. Bəlkə o bəndələrdən elə birincilərdən birinciyəm mən. Bəlkə birincilərdən birinciyəm ki, mənim həmişə gündə Allah'ımla o qədər razı qalmışam ki, həyatımda heç vaxt Allah'ımla razı düşməmişəm. Çətin günlərimdə olur, ağır günlərimdə olur, deyim ki, bədbinləşən günlərimdə olur. Elə ancaq mən heç vaxt Allah'ıma həmişə şükürlə yaşamışam. Heç vaxt azı düşməmişəm. Mən həyatda Allah'ımla çox razı bir insan olduğum kimi, məni qarşıma çıxartdığı insanlara görə daha çox minnətdar olmuşam. Bəlkə də elə Allah'ın seçdiyi bəndələrdən olduğum kimi, mən həmişə deyirəm ki, ulu ülkələrimizin də Allah ona elə bir xüsusiyyət bəxş eləmişdi ki, onun da özünün seçimi var idi. Onun da özünün diqqət göstərdiyi insanlar var idi. O bayaqları Məhəmməd müəllim dedi, Heydər Əliyev ona sədaqətli olan insanları ömür boyu unutmadı. Laf birinci hakimiyyət dövründə də, ikinci hakimiyyət dövrünə gələndə də o insanları axtardı, tapdı, yenə də onlarla kontakt kurdu, yenə onlarla bir yerdə oldu. Onlara öz istədiyi, yəni ki, o səlahiyyət dairəsində istədi ki, yaxşılığı yenə də davam eləsin. İstədi ki, ona qarşı olan insanları yenə də diqqətdə saxlasın. Belə insanlardan yenə də biri mən oldu. İkinci dəfə də hakimiyyət dövrünə gələndə o məni axtardı, tapdı. Əlbəttə, ulu önlərimiz heç vaxtı Azərbaycanda olmayanda da mənlə əlaqəsini kəsməyib. Azərbaycanda ən kontakt olduğu insanlardan, ən ünsiyyətli olduğu insanlardan deyim ki, birincilərdən. Birinci mənəm. Xoşbəxt insanam, belə insanla mən hər iki hakimiyyət dövründə paralel işləmişəm. Xoşbəxt də mən belə insanım ki, mən diqqətimdə həmişə olmuşam. Uşaq yaşlarımda. Mən onu niyə mənəvi atam adlandırmışam? O mənə atadan görmədiyim qayğı göstərib, atadan görmədiyim diqqət göstərib, atadan görmədiyim o mənim ailəyimə belə, şəxsi həyatıma belə diqqət göstərib. Öz övladı üçün necə narahat olursa, mənim üçün də yerə narahat olur. O, Azərbaycanda yaşamayanda, kənarda yaşayanda, mən onu təbliğ edəndə, mən onun o qorxulu vəziyyətdə, hədə qorxulara ailəm məruz qalanda, o Naxçıvandan mənə xəbər göndərib, özünü təhlükəyə atmasın mənə görə. Onun heç kimi yoxdur. Onun arxasında heç kimi yoxdur, dayağı yoxdur, köməyi yoxdur. Bu nə deməkdir? Bu, Azərbaycanın bir qeyrətli olduğunun Azərbaycan qadınına diqqətidir. Azərbaycanın bir qızına, kimsəsiz bir qızına, adi bir kənd qızına, uzaqdan uzağa bir qayğısı bir diqqətidir. Ona görə bu qayğını adamın qardaşı, atası, adamın əzizi, yaxını yediyəcək. Ulu Öndər ona görə mənim üçün bir atadan da artıqdır. Atadan da artıq. O həmişə mənə qızım deyər. Heç vaxt heç mənim adımı da deməz. Həmişə qızım. İşdə də müraciət edəndə. Biz yanaşı parlamentdə bir yerdə oturardıq Moskvada. O işdən azad olunmuşdu. Artıq Qarbaçovun vaxtında birisi politbürodan çıxarmışdı. Bunu demək mətbuatdan bilirsiniz.
Ancaq bizim 2 illik parlament fəaliyyətimiz hələ davam edirdi. O onun kreslosu mənim kreslomun böyründəydi. Biz ata-bala kimi söhbətlər edirdik. İnsanlar vəzifədə işləyirdilər Azərbaycandan, orada parlamentdə deputat idilər. Ona salam verməyə belə çəkinirdilər, qorxurdular. Fikirləşirdilər ki, mən eylənəliyə və salam verərəm. Onunla duraram, bir dəqiqə danışaram. Ay, məni vəzifədən çıxardarlar, ay, məni nə bilir, qovarlar, ay, mənə təzimlər edirlər. Mənim qorxası heç nəyin yoxdur. Nə vəzifədə qohum əqrabam var idi, nə arxamda, dayağımda imkanlı adamlarım var idi. Mənim də bir zəhmət adamı idi. Mən o insana yeni deyirəm, bir ata kimi yaxınlaşırdım və biz dərdləşirdik. Belə ailəmizin tərkibindən belə o məndən maraqlanırdı. Üzr istəyirəm, mən təzə gənc qız idim, təzə ailə qurmuşdum. O qədər, yəni o insan mənə diqqətçilidir, qayğıma qalırdı ki, mənim şəxsi həyatımdan da maraqlanırdı. Maraqlı olduğu üçün sizə bunları deyirəm, mənim biraz yersiz çıxmasın. O mənə, bəlkə gənclərimiz də var, qadınlarımız da var, bugün burada gənclərimiz üçün daha maraqlı olar. Ulu Öndərimizin həyatını arxivlərdən bilərsiniz. Yəni, 2-ci hakimiyyət dövründə 10 il qədər işlədi. Yəni, o dövrdə də bilməzsiniz, yəni, nə əmək meydanı vardı, nə zəhmət meydanı vardı 2-ci hakimiyyət dövründə. Quruculuq işlərimizə məhv olub getmiş, dağılmış, qurduqlarını da dağıtmışdılar. Məhv olub, dağılmış respublikamızı yenidən qurmağa çalışdı o insan. Qurduqlarını bərbad vəziyyətə qoydular. Dağıtdılar, döktülər. Mənim ürəyim ağrıydı onun qurduqlarını görürdü ki, dağıdırlar, qədrini bilmirlər. Belə bir insanın başı ancaq gəldi. Ömür əlbəttə, fəda çox imkan vermədi. Mən bugün çox sevinirəm ki, özü qədər inandığı bir varisi onun, bugünkü hürmətli prezidentimiz İlham Əliyev cənabları onun bütün arzularını hissə-hissə, illə-illə həyata keçirdir. O arzularını mənim yanımda, ikilikdə olanda dediyi söhbətlərdir ki, onu yeni deyirəm. Nə yazıçılarımız bilir, nə şairlərimiz bilir, nə deyim ki, yazar adamlarımız bilir. Biz ata-bala söhbətlər edərdik. Dövlətimizdəki narahatçılıqları o mənə bir ata kimi, ürəyə ağrıya danışardı. Qarabağ problemini o bir ürək ağrısı ilə həmişə danışardı. Qızım deyildi, mənim də işlədiyim dövrdə bu məsələ qalxırdı. Mən gedirdim, orada bir iş yeri açırdım, bir tədbir qururdum, gedirdim. Mən o erməniləri, kökləri kəsilmişlər. Onları mən gedirdim, sakitləşdirirdim, oturdurdum yerlərində, uzaq görən bir siyasətçi idi bu. Bilirdi ki, vaxtsa bu məsələ qalxacaqdır. Hamısı da bizim dövlətimizin başında hakimiyyətin zəifliyi, zəif insanlar oturmağı nəticəsində bu məsələ belə oldu. Onun ən ağrıyan, deyim ki, yeri idi bu məsələ. Şükürlər olsun ki, bugün Ulu Öndərimizin ən layiqli namizədi İlham Əliyev cənabları, Ali Baş Komandanımız və Allah qəni-qəni rəhmət eləsin şəhidlərimizin, Allah can sağlığı versin qazilərimizin sayəsində biz o çıxaraqda olan torpaqlarımız bugün qayıtdı, xalqımız hissə-hissə öz yerlərinə gedir, qayıdır. Mən çox inanın ki, bəlkə onun ruhu, mən bilirəm ki, hər bir addımda bizimlədir. Mən bunu öz üzərində hiss edirəm, özüm bilirəm. Mən Laçına getdim, mən Şüyə getdim, Gülü xanımın tədbiri ilə gəlib, Qəlağayı tədbiri keçidik orada. İnan ki, orada quruculuq işlərini mən görəndə, o qədər ürəyim açıldı, elə bildim ki, Ulu Öndərimiz yaşayır, onun elə bir ruhu şaddır, elə bir o sevinir. Mənə elə gəlir, mən sevinirdim, elə bildim, o da yaşayır və sevinir. Təsəvvürümə gətirirdim, deyirdim ki, bəli, onun ruhu nə qədər şaddır torpaqların azad olunmağında. Bugün bu torpaqlardakı bu işlər görülür, bu quruculuq işləri görülür. Mən bilirəm ki, onun ruhu şaddır. Mən bu kitabı yazmaqda bayaq dediyim kimi yazar olmaq fikrim olmuyurdu. Mən sizə deyim ki, bu kitabı yazmağı da Ulu Öndərimiz mənə tövsiyə edirdi. Mən bir kitab var idi, orada mənim bir 10-15 dənə şəhidlərim Ulu Öndərlə bağlı şəhidləri birləşdirmişdik. O kitabı mən götürdüm, onun görüşündəydim və kitabı ona təqdim elədim. Dedim ki, Yoldaş Əliyev, burada bizim kənd zarfatı ilə bağlı mənim 2 dənə məqaləm gedibdi və orada bizim şəkillər var, sizlə mənim şəkillərim. Kitabı açdı, vərəqlədi, dedi ki, qızım, tarixi qəhrəmanlar yaradılır.
Tarihi silmək olmaz. Bu hansı tarixdir? Düzdür, indi o vaxt ki qəhrəmanlar bugün yoxdurlar. Yəni ki, bugün o qəhrəmanlığı davam etdirə bilmirlər. Amma bu özü bir tarixdir. Sən bu kitabı foto şəkillərlə bir yerdə çalışmış foto kitab kimi yəni nəşr elətdir, özün öz dilinlə. Bunu, yəni ki, heç kəs yox, özün öz ürəyimdən gəldiyi şəkildə çap elətdir və gələcək nəsillərə çatdırılsın bu kitab. Çünki dedi, biz və görsünlər ki, biz hansı dövrü keçmişik. Biz necə yaşamışıq. Biz, yəni belə insanlar olubdur. Yəni sənin kimi zəhmət adamları olubdur. Yəni ki, o dövrdə sənin kimi insanlara, yəni ki, dövlət necə qeydinə qalıbdır, kömək edirdi, dəstək durubdur. Yəni qiymətləndirilir zəhmətkeşinin əməyi. Mən gəldim, açığı onun sağlığında əlim gəlmədi mən. Qələm götürəm, işləyəm o kitabı. O bayaqları bir söz işlətdi. Böyük, ulu öndər haqqında kitab yazmaq böyük bir məsuliyyət tələb edir. Bunu heç kəs boynuna, bəlkə indi o məsuliyyət seçməyən adam yazar, gedər oturan aktivlərdən çıxardar, onun çıxışlarıdır, onun səfərləridir, onun dünya ölkələrindəki görüşləridir, dünya başçıları ilə görüşləridir. Təkrar olunmuş şeylərdir, özü çox yazılır, millərlə kitab yazılır bəlkə ulu öndərimiz haqqında. Amma açanda, baxanda görürsən ki, o kitabın içindəkilər birbirine bənzər şeylərdir. Bəli, Şuşa səfər olubdur, ondan sonra nə bilim, Bərdə səfər olubdur. Amma sadə bir zəhmət adamının dili ilə heç vaxt ulu öndərə kitab yazılmayıbdır. Bəlkə də bu birinci şeydir, birinci məsələdir ki, yəni birinci kitabdır ki, mənim kimi sadə bir insan bəli, əlinə qələm alıb ulu öndərimiz haqqında kitab yazır. Mən bu məsuliyyəti başa düşdüyüm üçün uzun müddət bu kitabı mən ortalığa çıxarda bilmədim. Onun 90 illiyində istədim yazına başa gətirəm. Bu məsuliyyət məni sıxdı. Verək eləmədim. Onun 100 illiyində mən artıq kitab hazır idi, istəyirdi verək nəşriyyata, yenə verək eləmədim. Film birdən alınmaz, birdən ona layiq bir kitab olmaz. Çünki ulu öndər mənim üzərimdə o qədər onun deyim ki, yəni bir ata qədər mənim üzərimdə onun o qədər böyük zəhməti olubdur ki, fikirləşdim ki, bu kitab ona layiq olmaz. Hətta kitabı bir neçə halda mən istədim adlandıram. Mən fikirləşirdim, nə adlandırım. Sonra fikirləşdim mən, məsləhətləşdim bir neçə yoldaşlarında. Dedim ki, onun mənim üzərimdə haqqı o qədər böyükdür ki, mən bu haqqı tuta bilmərəm. Ölənə qədər nəyin çözüm? İş mənim ailəm, mənim nəslim, mənim övladlarım da itirə bilməz. Bugün mənim tərlan kimi sizin qarşınızda çıxış etməyim ulu öndərimizin sayəsindədir. Ulu öndər məni tanıdıqdır, xalqıma, millətimə, sevdirifdir. Bütün el-obaya, bütün Azərbaycan xalqına. O vaxt bir dənə televiziya var idi, ASTV, yəni bayaq burada kimsə çıxış edəlir. Hamı səbirsindən axşam gözləyirdi ki, görək Tərlan Musayevanı göstərəcəklər. Yaxud da ki, Beçə Tonfamil yoxdur, rekord göstərici, yeni olundu, yox. Yəni, bunun hamısı nəyin sayəsindədir? 14 dəfə ulu öndərimiz Bərdədə olubdur, onun 12 dəfə mənimlə iş başında görüşür. O gətirdiyi başında olan qonaqlar kimlər idi? Hansı yaradıcı insanlar idi? Əmək adı, belə ədəbiyyatçılarıdır, yazıçılarıdır, şairlər idi, rəssamlar idi. Və o bilirsiniz onlara nə deyildi? Onları nəyə görə gətirirdi kənd təsərrüfatı tarlalarına? Nəyə görə gətirirdi əməkçilərin yanına? O bilirsən istəyirdi ki, onun dəyər verdiyi insanları qiymətləndirsinlər. Həmin insanlar öz sahələrində qiymətləndirsin. Tahir Salayev kimi məşhur rəssamımızı yanına salıb gətirirdi o tarlalara. Deyirdi, buyur, ay Tahir, sənə hazır qəhrəman verirəm, çək bunun şəklini. Sərgilərdə nümayiş eləndir. Tahir kimi insan mənim şəklimi çəkdi və sərgilərdə Moskva kimi
yerdə Azərbaycanın müxtəlif sərgilərində nümayiş etdirildi. Bayaq Gülür xanım dedi, Nəbi Xəzri kimi, Nərman Həsənzadə kimi, Hafiz Paxuş kimi, Vaqif kimi, yəni şairlərimiz mənim haqqımda poemalar yazır, şeirlər yazır. Rəhmətli Zahid müəllim mənim haqqımda gözəl bir sənətli povest yazır, çox dəyərli bir povest. Allah rəhmət eləsin, Əl-Bayramın redaktoruydu. Bu kitab bugün bu kitabda bizim hörmətli Vaqif müəllim tərəfindən yerləşdirildi. Eyni zamanda dediyim mənim haqqımda yazılan Nəbi Xəzrin yazdığı İran poemasıdır. Başqa böyük poemalar da var, başqa şeirlər var, o şeirlər də hamısı yerləşdirildi. Mənim Sovetlər dövründə Sovet mətbuatı ilə ki mənim müsahibələrim var. Onlar niyə burada yerləşdirilir? Mən niyə yazıçımız, tədqiqatçı, araşdırmacı Vaqif müəllimə məsləhət yox? Xahiş edelim. Dedim ki, mənim arxivimə girirsinizsə, bilirəm, mənim haqqımda nə qədər yazsız material var. Ancaq o materiallar mənim ulu öndərə olan istək və məhəbbətimdir orada, o müsahibələrində. Və görsünlər ki, mən sadə bir insana verilən dəyərə cavab olaraq mən niyə əqidə sahibi olmuşam? Bax, o müsahibələrin hamısı o dövrdə göstərilibdir müsahibələrində ki, mən əqidəmdən dönməmişəm. Bir mənsəbə qulluq eləmişəm, bir əqidəyə xidmət eləmişəm. Ulu öndərin siyasətini dəstəkləyən yeganə insan olmuşam. Peki də, bir 7 prezidentlə dəyiş-döyüş gəlirlər, 6-7 prezidentlə. Buna baxmayaraq mən əqidəmdən çönən insan olmamışam. Ailəm də məruz qalıbdır təhlükələrə, özüm də məruz qalmışam. Buna baxmayaraq, qorxmadan, çəkinmədən, ulu öndərin olan məhəbbətim, istəyim məni öz əqidəmdən döndərməyir. Və onun mənə etdiyi, yəni verdiyi dəyərə görə də ulu öndərimizin bilirik ki, ümumi respublikamızda hər kəsin ona borcu var. Hər kəsin dünən keçirdiyimiz bayramımız, müstəqilliyimiz ilə onun təkrarlanması, Azərbaycanda ikinci müstəqilliyimizin əldə edilmək hasan ola bilərdi. Çünki o dövrdə Sovetlər dağıldı, bunu Fərhədi məndə bilir, Yaqub da bilir. Yəni o dövrdəki hakimiyyət elə oldu ki, boşluq yarandı, biz o müstəqilliyimizi qoruya bilməzdik. Yəni biz Heydər Əliyevçilərdə tələb edirdik, Heydər Əliyev hakimiyyətə gəlsin, dağılır dövlətimiz, ölkəmiz, biz o məqsəd üçün elədik. Bizim başımızda, bizim dövlətimizin başında ağıllı siyasətçi dövlət xadimi oturmalı idi ki, bizim müstəqilliyimizi qoruyub saxlasın. Dünən qeyd etdiyimiz müstəqilliyimizin, yəni növrədən deyirlər ki, 30 ildən artıqdır ki, biz müstəqilliyimizi bərpa etmişik. O müstəqilliyimizin qoruyucusu kimi hər birimizə olan borcumuz var. Bugünkü müstəqil respublikamızın inkişafında, şəklənməsində, onun deyim ki, dünyada tanınmasında ulu öndərimizin ikinci dəfə hakimiyyətə gəlişində böyük rolu oldu. Ona görə bu bizim hər birimizin borcudur və mənim şəxsi borcum. Niyə? Mənəvi borcum, ulu öndərə mənəvi borcum. Bu kitabda özündə yer tutub. Burada mənim onunla bağlı xatirələrim yerləşdir.